Yenə mən. Amma bu gün tələbə evindəyik. Nə edəcəyik tələbə evində? Xəncər. Tələbə sayağı Azərbaycan xəncəli, yəni bildiyimiz yarpaq xəncəli hazırlayacağıq. Malzemələrimizi almışıq, zaten indi burada bir yerlərdə görərsiniz və yavaş-yavaş işləmlərə başlayırıq. Siz də izləmədə qalın. Çox ağır gedir işlər. Adama deyirlər, kameranı ver mənə özün elə. Araba ağıl ora kimi işləyir, qınamıram. Nə dedin? Bir də təkrar. Nə deyirsən? Özlə demirəm mən. Deyir ki, göyə deyir, bütün soğanların hamısını təmizlə, sonra doğra. Adama deyirlər ki, bax, əlində işin yoxdur, götür. Mən yağ əridirəm. Mən yağ verirəm. Üstümə iyilik, sağ ol. Doğru, riyaziyyat bacarıqlarını göstər. İkisinin 50'si. Yox, bilməliz. İkisinin 50'si deyirəm, birini atacaqdım orada. Bir dənə bıçağı göstər. Öyrədirəm. 30 saniyədə yağ kəsirsən, tez elə də. Sən nə edirsən? Tez elə. Səslərə Ay, çox şey verməyəm. İbrahimin vəziyyəti yaxşı deyil. Bu axırıncı doğramaya ehtiyac yoxdur. Məncə azdır. Yaxşı. Sizi görmədə ağlar qalarsınız. Onu tuturam mı? Necə möhtəşəm soğanlardır bu. Mənim əlimin gözəl ətri keçib buna. Əlimə məyimə O yeməyin qaqa, yaxşı şeylər. Şu tema, ooo. Dostlar, buranı mən bayaq dezinfeksiya eləmişəm, narahat olmayın. Yəni təmizlikdən barədə bir problemimiz yoxdur. İndi fileləri xırda-xırda doğrayacağam. Çünki həm toyuqlu, həm də ətli eləyəcəyik bu gün. Hər ikisinin dadına baxa bilmək üçün. Gəl, suyu bitməsin içində. Burada mənim taxta qaşığım var. Ekskluziv. Allah hamısı cehizlərdir, ooo. Su göstər. Meksikana, alfabet. C'è la luna, mezzo mare, mamma mia, mi maradare. Tavamız Kərə yağı almışıq. Çevir bura görmək. Mağazada kərə yağı tapanmırıq düzəməlli. Güclə tapıb almışıq, indi onunla bişiririk. Az qalmışdı palm yağı ilə eləyək. Yox, burada qaynayır. Bu burada. Of. Allah işte burada qaynayır. Ət orada. Necə gözəl. Elə bir ki 90'larda toy çəkilir, deyir işığı yandı. Şimdi yandırma sən də. İndi bu düzələcək dostlar. Anında da təmizləmə prosesləri. Anında. Gözlə. Onlar sarımsaq doğrayır. Mən də burada xəmir eləmək üçün hazırlanıram. İbrahimin stəkanında. Be Gutruman deyir İbrahim. Nəsə deyirəm. Siz də qulaq asın İbrahimə. Ay Allah, tökdü yerə görsün. Heç olmaz. Bərəkətli. Şöyle qıra biləcəm də yumurta. Yumurtanı ay Allah səni. bu bir. Yumurta balaca deyək ki, yumurta əlavə eləyəcəm. Aha. Bu 2. Daha doğrusu 3 yumurtayı. 3 yumurta daha doğrusu. Bu da 3. Alfitini, cappuccino. Alfredo. Hamaratlığın gözəlliyinə baxın. Kündəyə bölürük. Niyə böyle? 4 hissəyə. 4 tane adam olursun. Əllərinə. Oxlovumuz yoxdur. Oxlovumuz budur. Streç. Gördüyünüz kimi hamısını açıb qurtardım. Əyri-üyrü də olsa, bərbad vəziyyətdə də olsa. Suyumuzun qaynamağını gözləyirik. Suyumuz tam şəkildə qaynasın. Bir-bir xəncərlərimizi atıb hazırlayacağıq. Qaynayanda görüşərik. Biraz üstü yağlıdır, amma yağ çox tökdük çünki yapışmağını istəmirik, risk almaq istəmədik. Yavaş-yavaş tökdük işte belə görək nə olur axırı. Xəncər süfrəmiz hazırdır.
Hamı indi dadına baxacaq. 10 üzərindən rəqəm verəcək, sonra biz yeməyə davam edəcəyik. Vay. Mən bəyəndim. Əla. Məncə də yaxşı. Çox qəşəng idi. Ölüm performans gördüm. Anlamamız ilə və izləyicilərimizlə sağollaşaq. 10 üzərindən puanı 10. 10 üzərindən 10 üzərindən 10. Mən də 10 deyirəm. 10. Gözləmədiyim qədər qəşəng olubdu yəni. İnşallah yenə belə fərqli videolara çəkməyə çalışacağıq. İnşallah bir növbəti videomuzda tantuni. Başlayalım. Buraya qədər izlədiyiniz üçün təşəkkürlər. Sonraki videolarda görüşərik. Sağ olun. Salamat qal.